ABŞ və İsrailin İranla müharibəsi qlobal iqtisadiyyatın əsas arteriyalarından biri sayılan Hörmüz boğazının uzun müddət bağlanması təhlükəsini yaradır. Dünyada istehlak olunan neft və mayeləşdirilmiş qazın təxminən 20%-i məhz Fars körfəzi ölkələrindən bu marşrut vasitəsilə nəql olunduğundan, ekspertlər hesab edir ki, yaranmış vəziyyət Rusiyanın qlobal neft bazarındakı mövqelərini gücləndirə bilər. Çünki Yaxın Şərq neftinin tədarükündə mümkün fasilələr Hindistan və Çinin Rusiya enerji resurslarından asılılığını daha da artırmasına səbəb ola bilər. Bu vəziyyətdən strateji baxımdan böyük qazanc əldə edən tərəflərdən biri məhz Rusiyadır. Çünki neft qiymətlərinin yüksəlməsi Rusiya üçün daha yüksək gəlirlər və dövlət büdcəsinə daha böyük daxil olmalar deməkdir. Bu isə Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirməsini davam etdirməsi üçün olduqca vacibdir. Buna baxmayaraq, hər böhran bir fürsətdir prinsipi bu dəfə Rusiya üçün tam keçərli olmaya bilər. Çünki İranın birbaşa müharibəyə cəlb olunması Moskvanın Ukrayna cəbhəsindəki planlarına ciddi zərbə vurur. Ukrayna müharibəsi başlayandan bəri Rusiya öz arsenalını gücləndirmək üçün məhz Tehranın pilotsuz uçuş aparatlarına və raketlərinə möhtac idi. Lakin indi vəziyyət kökündən dəyişir. Potensial müharibə şəraitində İranın özünün bu silahlara ehtiyacı var. Şübhəsiz ki, Rusiya müəyyən mənada zəifləyəcək. Çünki indiyə qədər Moskva hərbi sahədə ən azı raketlər və pilotsuz uçuş aparatları baxımından İranın dəstəyinə arxalana bilirdi. İndi isə vəziyyət dəyişir. Əksinə, İran artıq böyük məbləğ qarşılığında Rusiyanın köməyinə ümid edir. Düşünürəm ki, Putin onlara sata biləcəyi hər şeyi ən azı 3 qat qiymətə təklif edəcək. Lakin Rusiyanın Ukraynadakı müharibəyə tam şəkildə cəlb olunduğunu nəzərə alsaq, onun İrana böyük həcmdə hərbi texnika satmaq imkanlarının da məhdud olacağı ehtimalı yüksəkdir. Döyüş meydanı ilə yanaşı Yaxın Şərqdə alovlanan müharibə diplomatik masada da irəliləyişin qarşısını alır. Regionda artan gərginlik fonunda Rusiya-Ukrayna münaqişəsinin həlli üçün planlaşdırılan danışıqlar da qeyri-müəyyən vəziyyətə düşüb. Danışıqlar Əbu-Dabidə keçirilməli idi. Amma mövcud vəziyyətdə Əbu-Dabidə hər hansı görüşdən danışmağın real olmadığı tam aydındır. Çünki Donald Trumpın Yaxın Şərq üzrə 2 xüsusi nümayəndəsi, Witkoff və Kushner, orada İran üçün potensial hədəfə çevrilə bilərlər. Bu, kifayət qədər açıq və aşkar məsələdir. Eyni zamanda Rusiya tərəfi də növbəti danışıqlar raundunun vaxtını və yerini açıqlamağa tələsmir. Çünki hazırda həm Moskva, həm də Vaşinqton diqqətini demək olar ki, tam şəkildə Yaxın Şərqdə baş verən hadisələrə yönəldib. Beləliklə, ABŞ və İsrailin İranla müharibəsi Rusiya üçün ikiyüzlü bir reallıq yaradır. Bir tərəfdən artan neft qiymətləri Kremlin Ukraynadakı hərbi maşınını daha da gücləndirə bilər, digər tərəfdən isə əsas hərbi təchizatçılarından birini itirməsi və diplomatik proseslərin doğması Moskvanın strateji imkanlarını xeyli məhdudlaşdırır.